Salam dostlar. Bugün yeni vloga başlayıram. Hava sadece buz. Necə qar yağır. Əlbəttə ki bu havada nə etmək lazım? Xəngəl yemək. Ona görə biz də indi hazırlaşmışıq. Gedirik xəngəl yeməyə. Qar heyf ki yerdə qalmır. Çox az yağır. Daha doğrusu bu deyəsən belə sulu qar adlanırdı. Məkan olaraq bu dəfə Mama Mary adlı belə bir restoranı seçdik. Restoranın içərisindən bir neçə detalda sizin üçün çəkmişəm. Belə milli üslubda dizayn edilib interyeri. Yəni belə bir restoran üçün düşünürəm ki, tam da temasına uyğun olubdu. Eyni şəkildə xidmət də çox yaxşı idi. Nəyə ehtiyacımız olsa dərhal gətirirdilər. Bu cəhətdən çox bəyəndim. Mən ümumiyyətlə Gürcü xəngəli açığı çox sevən deyiləm. Ancaq bu qızardılmış Gürcü xəngəli və üzərinə də belə bir acıka ilə, yəni çox ləzzətli idi. Hər biriniz əgər yoxlamamısınızsa mütləq yoxlayın, tövsiyə edirəm. Ondan əlavə də belə klassik olan xəngəldən sifariş etdik. Eyni şəkildə belə yarpaq xəngəlindən də onların da dadları yaxşı idi. Ancaq ən bəyəndiyim məhz qızardılmış belə xaçapurilər də var idi. Bunların da dadı pis deyil idi. Əgər Mama Mary'yə yolunuz düşürsə mütləq yoxlayın. Və günün olmazsa olmazı əlbəttə ki isti kəklik otulu çay mənim ən sevdiyim. Biz içəridə oturarkən belə narin qar yağmaya başladı. Görün necə gözəldir. Mən qarı o qədər çox sevirəm. Almaniyadan bura gələndə Almaniyada o qədər çox qar yağıb ki, heç indiyə kimi təsəvvür edə o qədər çox qar yağmamışdı. Burada da heyif ki qar yerdə qalmadı. Ancaq istədim bu şəkildə belə xatirəmdə bu anları belə həkk edim. Və burada artıq yeni bir gündür və mən dırnaqlarımı dəyişmək qərarını aldım. Qarşıdan əlbəttə ki sevgilər günü gəlir. Düşündüm ki bu temaya uyğun belə bir dırnaq seçmişəm və bu modeli elətdirmək istəyirəm. Açığı mən demək olar ki, Almaniyada heç manikür elətdirmirəm, daha doğrusu elətdirirəm, ancaq dırnaqlarımı heç vaxt rəngləmirəm. Bildiyiniz kimi, bəlkə də çoxunuz bilirsiniz, əgər Instagramdan izləyirsinizsə, mən Almaniyada həkim kimi işləyirəm, ona görə də yəni dırnaqlarımın uzun olmağına heç vaxt icazə verilmir, eyni şəkildə rəngləməyinə də. Ona görə ancaq Azərbaycana gəldiyimdə bu şəkildə fürsətim olduqca dırnaqlarımı tez-tez manikür elətdirib və rənglərini dəyişirəm. Və burada da son nəticəm, bilmirəm tam olaraq nə xoşuma gəlmədi, ya altdakı ton, ancaq tam ürəyimcə olmadı, amma yenə də okeydir, belə saxlayacağım. Yeni bir gündən hər kəsə salamlar. Mikrofonum yanında olsa da ancaq qoşmağa vaxtım olmadı. İndi hazırlaşıb gedirəm qızlarla görüşə. İstəyirəm da vloglayım, əlavə edim vloga. Belə hazırlaşmışam. Əgər alansa kitabı outfitimi göstərərəm. Sağ ol. Nəhayət ki bütöv bir ayna tapdım. Və yenə biz əvvəlki vloqları izləmisinizsə artıq bu qızları tanıyırsınız. Qızlarla görüşməyə qərarı aldıq və səhər yeməyinə getmək istədik. Bu dəfə məkan olaraq Dükkan Xətayini seçdik. Belə bir neçə set sifariş etdik. Eyni zamanda sırnik və Benedikt qızıl balıqlı tost setin biri 55 manat idi və bu 3-4 adam üçün nəzərdə tutulmuşdu.
Məkanda həmçinin uşaqları belə əyləndirsin deyə otaqlara klon göndərilirdi. Həmçinin əyləncə üçün xüsusi bir əyləncə məkanı var idi. Eyni zamanda bir master-klass da keçirildi və bu da əlavə olaraq 20 manat ödənişli idi uşaqlardan biri üçün. Düşünürəm ki, ancaq uşaqlar olduqca əyləndilər və xoş vaxt keçirdilər. Eyni şəkildə biz də çox danışdıq, dedik, güldük, əyləndik. Buna görə də əlbəttə ki, telefonu çox əlimə götürə bilmədim. Çalışdım ki, əlimdən gəldiyincə bir neçə kadr çəkim. Mən bu dəfəki görüşümüzdən də çox zövq aldım. Hərçənd ki, uşaqlarla biraz səsli küylü olsa da, ümid edirəm ancaq siz də baxmaqdan zövq alarsınız. Trendyoldan yeni sifarişlərim gəlibdi. Burada bir neçə belə bağlama var. İstəyirəm onları sizinlə birlikdə açım. İlk sifarişim belə bir səhv etmirəmsə bu sweatshirt olmalıdır. Bunun fərqli rəngləri də var idi. Mən belə xaki tonlarında seçdim. Məndəki razmer, səhv etmirəmsə bunlar deyəsən standart ölçüdə idi. İndi burada da şəklini qoyacağam. Yan tərəfdən gördüyünüz kimi belə açıqdır. Məncə belə pis deyil, material da yumşaqdır. Bu oğlum üçün sifariş etdiyim Nuk firmasından belə Mizik gedirdi adı. Almaniyada da bundan almışdım, eyni ilə bu firmadan. Yəni ağzı tam olaraq buna öyrəşibdi. Görürsünüz buradan belə yumru şəkildə deyil, daha çox belə maylı gedir. Ağzı buna öyrəşdiyi üçün bunu götürdüm və 6 ayındadır, 6 ay keçir. Ona görə də 6-18 aylıq götürdüm. Rəngləri də əlbəttə ki fərqli var idi, amma mən oğlan üçün olan belə bir rəng seçdim. Və keçək növbəti bağlamam. Bu açığı bilmirəm nədir. Bu bağlamadan belə lasinlər çıxdı. Belə qəhvəyi tonlarında, hal-hazırda çox dəbdədir. Bel hissəsindən gördüyünüz kimi belə kəmərvari bir rezini var. Taytın özü də ümumilikdə belə çox sıx, tox bir materialdandır, belə deyim. Yəni ki, nə qədər dartılsa da dəri görsənməyəcək. Düşünürəm ki, indiki sezonda uzun boğazlı çizmələrlə çox yaxşı görsənəcək. Və növbəti olaraq da eyni taytın qara rəngidir. Qara rəngi də eyni şəkildə çox gözəldir. Bir detayı da eyni şəkildə qeyd edim ki, görürsünüz ayaq hissəsində belədir. Yəni daban hissəyə keçirirsiniz və belə bərk şəkildə qalır. Yəni ki, çünki taytlarda adətən olur axı diz hissəsindən çox vaxt yığılır. Bu görüntü mənim heç xoşuma gəlmir. Ancaq belə olduqda tamamilə dartılır və düz bir görüntü olur. Bu cəhətdən də çox bəyəndim. Növbəti isə belə böyük bir bağlamadır. Bu, indi düz bildim, bu qəhvərəngi sweatshirtdir. Bu da yenə belə oversize modeldir. Mən ümumiyyətlə oversize sweatshirtləri çox sevirəm. Belə qəhvəyi tonlarında, tünd qəhvəyi, hal-hazırda çox dəbdədir. Çox yumşaqdır, materialı görürsünüz, çox gözəldir. Eyni zamanda dikilişi də məncə yaxşıdır. Rəngi də çox solğun deyil, boz deyil. Ümumi yəni görüntü məni qane elədi. Səhv etmirəmsə, məndə daha ölçü L-dir. Və sonuncu məhsul isə, onu da yenə oğlumdan sifariş eləmişdim. Şimdi bu belə Philips'dən uşaq üçün butulkalarının belə deyim də başlığıdır. Ümumi bir set almışam, 4 ədəd içərisində. O setin başlığını dəyişmək olur. İndiyə kimi olan 6 ayına kimi idi. Bu isə artıq böyük ölçüdür. Yəni 6 aydan etibarən bunu istifadə edə bilər. Çünki oğlumda mən hiss edirdim ki, artıq çox balaca qalır. Ona görə də buna dəyişməyə qərarını aldım. Yaxşı bir şəkildə gəlibdir. Bu firmanın belə deyə butulkalarını sizə məsləhət görürəm. Çünki burada belə bir dəlik var. Bu antikolik funksiyasını yerinə yetirir. Yəni yeni doğulan uşaqlar üçün xüsusilə, yəni adətən koliklər ilk 3 ay müddətində olur. Yəni bu həqiqətən də çox effektivdir. Mənim oğlumda demək olar ki, kolik heç olmadı. Əlbəttə ki, bu uşağın özündən də, orqanizmadan da asılıdır. Ancaq ki, düşünürəm ki, əmziyin də bunda çox böyük bir rolu var idi. Aşağıda mütləq açıqlamalar bölməsində linklərini paylaşacağım. Əgər ehtiyacınız olsa, mütləq sifariş edin. Qızlarla belə Heaven Spa adlı bir yerə gəldik, hamama.
Selamlar kızlar. Yeni bir günden herkesi salamlayıram. İndi gelmişik hamama. Kızlarla çok uzun müddət planlayırdıq. Axır ki alındı. Bugün hava çok soyuqdu. Tam da yerine düşdəsində. İndi əynimi dəyişib tez gedəcəm mən də kızların yanına. Bu arada buranın adı Heaven Spa adlanır. İndi görək necədir. Daha önce kızlar gəlibdi, ancaq mən burada yaşamadım. Üç əlbəttə ki çox yoxlamamışam. Ancaq yaxşı olsa mütləq öz fikirlərimi də sizinlə bölüşəcəm. Bura bir kiselənmə yeridir. İndi mən burada biraz kiseləndim, təmizləndim. Çok güzelləndiler həqiqətən də. Və biz belə yemək sifariş eləmişik. Hamısını göstərim belə. Acına ölürük, indi tez oturub yeyəcəyik. Walks my girlfriend. Buradan başka bir yere geleceğim diye tez saçlarımı da düzeltmeye çalışıyorum. Biraz tehlikeye salın. Ve kızlar, ben geldiğim kimi yeni hazırlaşdım, gedirəm. Düşünürəm ki bu vlogu da burada sonlandırım. Vlogu eğer sonuna kimi baxdınızsa mütləq kanalıma abone olun. Ve yazın beğendiniz, beğenmediniz, mənfi, müsbət bütün rəyləri açığam. Gələn görüşlərə dək hələlik.